Cənab Prezident İlham Əliyevin tapşırıqlarına əsasən vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədi ilə Azərişıq Açıq Səhmdar Cəmiyyəti paytaxt və regionlarda yenidən qurma işlərini davam etdirir. Cəlilabad və Masallının bir sıra kəndlərində də elektrik şəbəkəsi tamamilə yenilənir. Cəlilabad rayonunun 3 kəndində Komanlı, Rüstəmabad və Bəcirəbanda 0,4 və 10 kilovoltluq yeni metal dayaqlar əkilir, müasir elektrik xəttləri çəkilir. Təşəkkür edirəm hörmətli prezidentimizə. Komanlı ərazisində hal-hazırda indi kabelləşmə gedir. Çox yüksək dərəcədə. Ümidvarıq ki, 1 ay, 2 ay müddətinə bu kabelləşmə işi başa çatacaq. İşıqlar fasiləsiz olaraq həmişə yanacaq. Təşəkkürümü bildirirəm ki, Cənab Prezidentimiz ucqar kəndlərdən belə işığı problemləri həll olması üçün tapşırıqları nəticəsində bizim kəndlərdə də köhnə stolbalar, köhnə naqillər, transformatorlar dəyişilərək yenilənən əvəz olunur. Hər üç kənddə açıq naqillərin yerinə müasir tipli özünü daşıyan izolyasiyalı naqillər çəkilir. Köhnəlmiş sayğaclar həyətyanı sahələrdən kənarlaşdırılaraq yeni smart sayğaclarla əvəz olunur. Ümumilikdə 9 kompleks transformator məntəqəsinin quraşdırılması nəzərdə tutulub. Kəndimizdə yenidən qurma abadlıq işləri aparılır. Gözəl qəşəng yeni transformatorlar gətirilib. Başda Ali Baş Komandan İlham Əliyev olmaqla əməyə keçən hər kəsə təşəkkür edirik. İnanırıq ki, bundan sonra İşıqlarımız 24 saat fasiləsiz yanacaqdır. Masallının Köhnə Albadı kəndində ötən əsrin 60-cı illərində quraşdırılan elektrik şəbəkəsi yenisi ilə əvəzlənir. Kənddə 0,4 kilovoltluq özünü daşıyan izolyasiyalı naqillərin çəkilişi və yeni sayğacların quraşdırılması davam edir. Həmçinin elektrik enerjisinə artan tələbat nəzərə alınaraq 10 ədəd kompleks transformator məntəqəsi quraşdırılacaq. Möhtərəm Prezidenti göstərişi ilə bizim kənddə kabelləşmə işi başladı və çox sürətlə getdi. İndi bu saatlar kabel evlərə çəkilir. Bütün görülən bu gözəl işlərə görə təbii ki, möhtərəm prezidentimizə böyük təşəkkürümüz var. Öz adımdan, bütün kənd cəmaatımızın adından bütün dirəklər, yeni beton dəmir dirəklərlə əvəz olunmuşdur. Sonra kabelləşmə edir. Yəni bir də açıq hava tel olmayacaq, izolyasiya olunmuş məftillərlə işıq xəttləri çəkilir, məhəllələrin əksərinə sayğaclar qurulur. Görülən işlərə görə biz dövlət başçımız, cənab prezidentimizə təşəkkür edirik. Nürən kəndində 0,4 kilovoltluq dayaqların bastırılması, elektrik xəttlərinin yenilənməsi işləri başa çatıb. Hazırda 10 kilovoltluq yeni dayaqlar əkilir, özünü daşıyan izolyasiyalı naqillər çəkilir. Cənub regionunda Azərişıq ASC-nin daxili imkanlar hesabına ümumilikdə 17 kəndində yenidən qurma işləri gedir. Lerik rayonunun Züvüç və Zövnə kəndində yenidən qurma işləri tamamilə yekunlaşmışdır. Astara rayonunun Şəkəran və Kolatan kəndlərində yenidən qurma işlərimiz gedir. Kolatan kəndində yenidən qurma işlərimiz yekunlaşmışdır. Lənkəran rayonunun Bəllabur kəndində yenidən qurma işlərimiz tamamilə yekunlaşmışdır. Veravul və Gərmətük kəndlərində isə hal-hazırda yenidən qurma işlərimiz davam edir. İstehlakçıları keyfiyyətli elektrik enerjisi ilə təmin etməklə yanaşı, elektrik enerjisi itkilərini minimuma endirməyi hədəfləyən Azərişıq Açıq Səhmdar Cəmiyyəti Cənub regionu ilə yanaşı ölkənin bütün bölgələrində, eləcə də işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda quruculuq, əsaslı təmir işlərini davam etdirir.